Gəlin baxaq yoldaşlar 38-ci suala. 38-ci sual bizdə nəzəri sualdır. Yəni nəzəri bölməklə bağlı deyək. Deyir ki, kompüterdə bir bit nədir? Yadınızda saxlayın. Ümumi olaraq yoldaşlar bir bitin tərkibi 0 və 1-dən ibarətdir. Deməli yoldaşlar bir bitin tərkibi nədən ibarətdir? Bir bit 0 və 1-dən ibarətdir. Ona görə deyəcəksiniz doğru cavab D variantı. Yəni 0 və 1 simvollardan ibarət ikili say sisteminin bir simvolu kimi qəbul olunur. 39-cu sualda deyir bir bitlə yaddaşda nəyi təsvir etmək olar? Biz dedik axı bir bitin tərkibi nədən ibarətdir? 0 və 1-dən. Ona görə Sonra biri. deyəcəksiniz, ay sağ olun, D variantı 0 və 1-dən. Amma desəydik ki 1 byte nəyə bərabərdir? Biz öyrəndik ki 1 byte da deyəcəkdik 8 bitdən ibarətdir. Doğru cavab D variantı. Gəlin baxaq 40-cı suala. İndi yoldaşlar biz ölçü vahidlərində dedik ki, əgər ölçü vahidləri müxtəlif olarsa da, biz nə edəcəyik? Ölçü vahidlərini müxtəlif olduğu halda onları toplaya bilmərik. Əvvəlcə ölçü vahidlərini eyniləşdirmək lazımdır. Onları eyniləşdirdikdən sonra yoldaşlar biz onları toplaya bilirik və çıxa bilirik. İndi gəlin görək necə hesablayacağıq. Bax görürsüz biri megabaytlandır, digəri kilobaytlandır. Nə edəcəksiniz? Həmişə birincini ikinciyə çevirməyə çalışın. Yəni ardıcıllığınızı sizin üçün buradan yazacağam ki, hər dəfə bu göz yaddaşınızda əzbər olaraq qalsın. Deməli, bayt idi ardıcıllıq, kilobaytdı yoldaşlar. Ay sağ olun. Megabayt, gigabayt bu qədərini bilsəniz bəsdir. Çox vaxt gigadan ayrı sual düşmür yoldaşlar. İndi biz nəyə çevirəcəyik? Baxın, meqanı kiloya çevirəcəyik. Hansı gedişdir? Böyükdən kiçiyə. Böyükdən kiçiyə keçəndə nə 24'e vuracağız. öyrəndiniz? Ay sağ olun. 24'e 1024-ə vuracağız. vuracaqsınız. Onda nə gözəl olacaq? 3-ü vuracaqsınız 1024-ə. 24. Ay sağ 3072. ay Teknoloji sağ. 70. Üzərinə də Ah, gələcəksiniz 15-i. Bu da neçə eləyəcək bizim üçün? 3087. 3087. Baxın yoldaşlar, burada həmişə diqqətli olun. Biz nəyə çevirdik? Kilobayta. Əgər kiloya çevirmişiksə, bəli, cavabı da kilobaytla götürməliyik. Da yadımızdan çıxıb gedib mega götürə bilmərik. Baxın, A variantı qəsdən megabaytla verib. Deməli, doğru cavab B variantı. B variantı. Bəli. Həmişə çevirdiyiniz ölçü vahidinə də diqqət edin. İndi gəlin baxaq 41-ci suala. 41-ci sualda bax yoldaşlar, eyni qayda ilə də artıq bilirsiniz ki, 1 megabaytınız 1024 kilobaytdır. Bunu bildiniz, indi gəlin yenə də hesablayacaqsınız. 4-ü vuracaqsınız 1024-ə, çıxacaq 488. Ay, 1080. 1085. ay sağ olun. Bu da eləyəcək 4087 nəyə? Hı. Kilobayt. Doğru Kilobayt. tapmısınız. Bəli, Hı. doğru cavab bizim üçün D variantı. İndi gəlin 42-ci sualı siz tapmağa çalışın. Görüm kim tapa biləcək. Bax, ardıcıllığınızı da yazmışam. Hər birinin arasında böyükdən kiçiyə, kiçikdən böyüyə də 1024-ə vurma və bölmə də var. Buna da diqqət edin. Görək 42-ci sualı kim tapa biləcək? Megabayt olacak. Kilobayt olacak. Hamı tapmağa B çalışsın. variantı. B variantı. B variantı. 3 vura 200 GB. Gəlin, baxaq yoldaşlar. İlk öncə baxın, mən baxıram, sual mənə megabaytla verilib. Mən megabaytdan hara gələ bilərəm? Gəlişim kilo olacaq. Kiloya da gəlmək üçün nə öyrənmişəm? 1024-ə vurmaq. 1024 də 2 üstü 10 deməkdir. Onda 3 vuraq 2 üstü 10 deməkdir. Bu da eləyəcək nə? Kilobayt. Doğru cavab nə oldu yoldaşlar? Evet. B variantı. Gördünüz B necə variantı. asandır? Peki Dinar, bu bizdə bitin ingilis dilində belə deyim, deyilişidir. Doğru cavab bitin mənasıdır. B variantı. 44-cü sual. 44 B. Bəli. İnformasiyanın əsas ölçü vahidi nədir? Yadınızda saxlayın. İnformasiyanın əsas ölçü vahidi baytdır. Bəli, doğru Bayt. cavab bizim üçün A variantı. Davam edək yoldaşlar. İndi 45, 46, 47-ci suallara gəlin, baxaq. 1 kilobayt 2 üstü 10. Bir an 2 üstü 10. səbirli olun. Bunu da buradan kəsim götürün. Daha belə deyim, səliqəli, rahat tapmamız üçün.
A variantı Yəni deməli yazaq 210. yoldaşlar. Deməli biz Bir öyrəndik vuraq ki, 1024. ay sağ olun, bayt, kilobayt, megabayt və Megabayt, gigabayt. kilobayt. Hardan hara Gigabayt. gələcəksiniz? Kilodan bayta gələcəksiniz. Nə edəcəksiniz? 1024-ə Bir vuraq. vuracaqsınız. Ay sağ olun. Onda nə alınır? 1 vurulsun 1024. Bilirsiniz ki, vahidi O istənilən da rəqəmə belədir. vuranda 210. ay sağ olun özü edəcək. Ona 210 görə var. 1024 də bizim üçün 210 olduğu üçün doğru cavab A variantı. Bravo. İndi gəlin 46-cı suala baxaq. Deyir 2 megabayt. Vuracağıq. Olmur da. İndi 2048 yoldaşlar oldu da. səbirli olun, biraz səssizliyə də riayət eləyin. İndi biz hara gələcəyik? Baxın yoldaşlar, meqadan əvvəlcə kiloya gələcəyik, kilodan da bayta gələcəyik. Əgər bizim 2 Yəni, gedişimiz varsa da 2 dənə 1024-ə vurmamız gərək olacaq. Onda 2 yəni vurulsun 1024, o da vurulsun 1024. Siz bilirsiniz ki, 220. 1024 də bunlar da 2 üstü 10 olduğu üçün 2 vuraq 2 üstü 10, o da vuraq 2 üstü 10. Bu da eləyəcək 2-nin də üzərində səbirli olun. Heç nə yazılmayanda bu 1 deməkdir. Eləyəcək 2 üstü bilirik ki, qüvvət üstləri toplanır 21. Doğru cavab B variantı. Yəqin ki, hər birimiz başa düşmüş olduq. İndi 47-ci sualda da yoldaşlar, baxın gigabaytdan bayta gələcək. Bu dəfə neçə gediş gedəcək? 3 dənə. 3 dəfə. İndi 3 dənə 1024 olacaq. Onu da qısa yazacağım. Yoldaşlar 4 nəyə bərabərdir? 4 2 üstü 2 deməkdir. Vuraq. 3 dənə də 1024 yazacağım. Daha 1024-ü qısa yazacağım ki, bildizməyən atsını. İndi bunları da toplayanda 2 üstündə 10 üzərinə gələk, 10 32. üzərinə gələk. Bəli. O da bərabərdir 2 üstündə 32. Afərin sizlərə. Görürsünüz necə gözəl tapa bilirsiniz. Artıq öyrənmisiniz. Doğru cavab D variantı. Biraz da işləsəniz daha yaxşı, mükəmməl biləcəksiniz. İndi yoldaşlar davam edək. Deməli biz baxdıq 47-yə qədər. İndi bizim üçün olacaq 48, 49, 50 bu sualların gəlin həllinə baxmağa çalışaq. Biraz testdə qara görsənir deyin, həm də yer azlığı problem olur deyin. Həmişə kəsib götürmək məcburunda oluram ki, daha səliqəli yazmağa çalışaq. İndi davam edək yoldaşlar. 48-ci sualdan. Gəlin baxaq. Ardıcıllığınızı da hər dəfə yazmağa çalışacağım ki, bu sizə bir gediş olacaq göz yaddaşınızda. Megabayt, gigabayt. Son. Bir dənə də bunu indi yazaq, çünki burada tetrabaytımız da olduğu üçün tetranı da yazmalıyıq. İndi yoldaşlar, biz hardan hara gedəcəyik? Baxın, tetradan kiloya gələcəyik. Deməli, tetradan kiloya gəlmək üçün gigaya gələcəm, gigadan megaya gələcəm, megadan da kiloya gələcəm. Neçə dənə gediş oldu? Baxın, 3 dənə gedişimiz var. 3 dənə, 1 dənə, 2 dənə, 3 dənə. Yox, yoldaşlar, 3 dənədir. Həmişə səbirli olun. Deməli, bizim burada 3 dənə gedişimiz var. 3 dənə gediş olduğu üçün 3 dənə də 200 ona vuracaqsınız. Onda 3 dənə də onu bir-birinə vuranda 230 eləyir. Da 2-ni də yazacağım buradan. 2 vuraq 230 da nə deməkdir? 2-nin üstə həmişə gizli 1 var. Ay sağ olun. 2 üstü 31 deməkdir. Aferin. Görürsünüz, tapa bilirsiniz. Artıq C variantı. Bəli, düzgün tapırsınız qızlar. İndi gəlin 230-a baxaq. Bu da maraqlı sualdır yoldaşlar. Biz baytdan hara gedə bilərik? Baytdan kiloya gələcəyik, kiloydan megaya. Biz öyrəndik ki, ölçü vahidində tərsinə gediş zamanı nə var? 210-a bölmək var. Yəni 1024-ə bölmək, vurmaq var. İndi yoldaşlar, bölmə varsa da davam edək. Onda nə edəcəm? Baxın, 230-u böləcəm, 210-a keçəcəm kiloya. 2 üstü 20 nə aldım? Kilobayt. Baxın, səbirli olun həmişə. Kilobayt. Çünki ilk dəfə öyrənirsiniz deyə mən birdən-birə bölmə yazsam çox çaşarsınız. Ona görə də həmişə addım-addım yazacağam ki, daha tez öyrənəsiniz. 2 üstü 20 nə aldınız? Bax, kilodayıq. Tamam mı? Baxıram, elə bir cavab varmı yoldaşlar? Yox. İndi bu dəfə nəyə keçəcəm? Megaya. Megaya keçəndə də bir dənə 2 üstü 10-a yenə böləcəmmi? Onda nə qalacaq? 2 üstü 10, baxın, megabayt. Baxıram, elə bir cavab var, yoxdur. Yenə də davam edəcəm. Bu dəfə nəyə keçəcəm?
gigabayta. Gigabayta keçəndə də bir dənə də 2 üstə 10-a böləcəm. Bu da neçə düşəcək? 1. Deməli nə qaldı yoldaşlar? 1 gigabayt. Bir Bizə bəli A açılmır. variantı. Onda biz neçədən 2 üstə 10-a böldük? 1 dənə, 2 dənə, 3 dənə. 3. Bəli, 3 dənə 2 üstə 10-a bölmüş olduq. Müəllimə, belə olanda onda üstləri çıxırıq, eləmi? Ay sağ ol. Baxın, buradan sizə bir şey yazacağım. Əgər 2 üstü 20-ni yadınızda saxlayın, 2 üstü 10-a bölürsünüzsə də, qüvvət üstləri həmişə çıxılacaq. Burada qalacaq 2 üstü 10. Əgər qüvvət üstləri yadınızda saxlayın, vurularsa da, Bacaqsı toplayacağıq. ay sağ ol. Bunda toplayacaqsınız. Bu da eləyəcək 2 üstü 15. Bölünəndə çıxılır, vuranda isə toplanılır. İndi gəlin 2 üstü 23 bitə baxaq. Deməli, burada indi byte varsa da yoldaşlar, buranı bir anlıq siləcəm. Çünki byte'ın əvvəlinə bir bit əlavə edəcəm. Deməli, əvvəldə də bizim üçün bit var imiş. İndi bitdən hara keçəcəksiniz? Byte'a keçəcəksiniz. Bitdən byte'a da keçəndə 2 üstü 3-ə bölmək var. Yoldaşlar, onda gəlin yazaq. 2 üstü 23-ü bölürəm 2 üstü 3-ə. Hara gəldim? Bax, byte'a. 2 üstü 20 qalır. 2 üstü 20 ilə cavab var? Yox. İndi bu dəfə nəyə keçəcəm onda? Byte'dan da kilobayta keçəcəm. Bir dənə də 2 üstü 10-a böləcəm. Baxıram 2 üstü. Bu neçə Müəllim, eləyib? 3 üstü 3-ə böldük ki, Baxın. Qaydanı bilmirsiniz. 8 koku götürdük. Bir dinləyin məni. Bax, buradan yazıram. Sol tərəfə baxın. Byte'dan həmişə yadınızda saxlayın. Bitə keçəndə, bax, oxumun istiqamətində. Byte'dan bitə keçəndə 2 üstə vurursunuz. Əgər yox, siz bitdən tərsinə byte'a keçərsinizsə də, burada 2 üstü 3-ə bölürsünüz. Bax, bunu sizə bir çərçivədə aldım. Bunu yadınızda saxlayın. İndi mən keçən dərs keçmişdim bu qaydalar. Demişdim, əzbərdə öyrənin. Yəqin öyrənməmisiniz. Bitdən byte'a keçid var, bir də byte'a keçid var. Ona görə də biz bitdən byte'a keçəndə mən bölməliyəm 2 üstü 3-ə. Yəni 8-ə bölürük. 8 də 2 üstü 3 deməkdir. İndi yoldaşlar, kilobayta da gələndə 2 üstü 10-a bölürəm. Baxıram, belə bir cavab varmı? Yəni 23-dən 3 çıxanda, 10 çıxanda bizim üçün neçə qalacaq? 10 qalacaq. 2 üstü 10-la da cavab var? Yoxdur. Yenə də davam edirəm. Bu dəfə nəyə keçəcəm? Megaya. Yenə də bir dənə 2 üstü 10-a böləcəm. Bu dəfə də bu 2 üstü 10-a böləndə baxıram ki, yoldaşlar, bəli, 23 budur, 23 də budur. 23-dən 23 çıxanda nə qalacaq? 0 qalır. 2 üstü 0 qalır. O da 2 0 da biz bilirik ki, vahidə bərabər deməkdir. Onda hara gəlmişdik? Biz megaya gəlmişdik. Cavab nə olacaq? 1 megabayt. Yəni belə deyim də sizə yoldaşlar, tapdığınız ana qədər bölə-bölə gedirsiniz. Cavaba baxırsınız. Varsa dayanacaqsınız. Yoxdursa da bölə-bölə gedirik. 2 üstü onlara bölə-bölə davam edirsiniz. Gəlirəm 51-ci suala. 51-ci sualda yoldaşlar, baxın, bizdə 18 verilib, amma baxıram cavablarda 3 var, 9 var. Bu nə deməkdir? Bu mənə deyir ki, əslində, burada bir parçalama eləyəcəksiniz. Mən 18-i yoldaşlar, 9 vuraq 2 yaza bilərəmmi? Yaza bilərəm. Düzdür, 9 vuraq 2 yazacam. Bu tamam. İndi megabaytdan mən hara gələ bilərəm? Kiloya, düzdür. Kiloya da gəlmək üçün 2 üstü 10-a vura bilərəm. Bax, bu 2-nin üstündəki 1 ilə bu 10 toplananda eləyəcəkmi? 9 vuraq 2 üstü 11 nə? Kilobayt. Baxıram yoldaşlar, elə bir cavabınız varmı? Yoxdur. Davam edəcəksiniz onda. Ay sağ olun. Biz hardayıq? Biz megadan kiloya gəlmişik. Biz kilodayıq. İndi kilodan da yoldaşlar bayta gəlmək üçün bir dənə də əlavə 2 üstü ona vurmalıyam. Bu dəfə nə eləyəcək? 9 vuraq 2 üstü neçə? 21 bayt. İndi baxıram, elə bir cavab varmı yoldaşlar? Elə bir cavab variantı var? Yoxdur. Ay sağ olun, yoxdur. Yoxdursa da indi mənim baytdan gedişim hara qalıb? Bircə dənə bitə qalıb. Onda bu dəfə nə eləyəcəm? 9 vuraq 2 üstü 21-i yoldaşlar, vuracam 2 üstü 3-ə. Burada nə eləyəcək? 9 vuraq 2 üstü 24. Nə? Bit yoldaşlar. Biz kiçiyə doğru gedirik. Bitə doğru, aşağıya doğru gedirik. Ona görə 9 vuraq 2 üstü 24 bit. Doğru cavab C variantı. İndi bir daha diqqətli özünüzdə baxmağa çalışın. 52-ci və 57
53-cü sualı sizə verirəm. 52-ni tapın, 53-ü bərabər yazarıq. 52 asandır yoldaşlar. Görün bacara biləcəksiniz 52-ci sualı. Qayda almışam, yarıdan qayda elədim. Hə, atacam yoldaşlar. Bu son hissələrini atacam. Görüm kimlər tapacaq. Ama 233 edir. Aha, gəlin yazaq yoldaşlar. Görək kim düzgün tapıb. Baxaq cavablarımıza. Deməli yoldaşlar 2 megabayt deyir neçə bitdir? Mən hardan hara gələcəm? Baxın, meqadan bitə 200 gəlmək. ona böləcəyik. Bəli, meqadan bitə gəlmək üçün meqadan kiloya gələndə bir dənə 200 tonumuz var. Bu tamam. Baxın, onda 2-ni hələ yazıram. Bir dənə 200-10. Kiloya gəldik, düzdür? Kilodan da bayta gələndə bir dənə də 200 tonumuz var, düzdür? Baytdan da bitə gələndə bir dənə, burada 10 düzürlü sayın rəqəm səhv düşdü, hə. Baytdan da bitə gələndə nəyimiz var? Bir dənə də 200-lü 3-ümüz var. Ay 200 sonra ton. bunları da toplayın. Bunun üzərində 1-dir, düşünün. Hər zaman. Bu deyilir 23, 24. Ay sonra 224. 224 kimlər tapıbsa, bəli, düzgün. Tapmısınız. Bəli. Əslində asandır yoldaşlar, maraqlıdır. Bir dəfə də özünüz üzərindən test işləsəniz, daha yaxşı yadınızda qalacaq. İndi gəlin 53-cü suala da baxaq. Sen gigabayta keçəcəyik. İndi tərs böləcəksiniz. Bax bu dəfə. 52-də vura-vura getdik. Biz böyükdən kiçiyə getdik. İndi burada kiçikdən böyüyə gedəcəksiniz. Bu dəfə yoldaşlar bölə-bölə gedəcəksiniz. Əvvəlcə böləcəksiniz, bayta çevirin 2/3-ə. Böyle 210. Sonra böləcəksiniz 2/10 kiloya gələcəksiniz. Sonra böləcəksiniz 2/10 megaya 210. gələcəksiniz. Sonra böləcəksiniz 2/10 200. megaya gələcəksiniz. Ay sağ ol. Neçədən 3 dənə? 210, bir dənə də 203. İndi bunları da toplayın, 70-dən çıxın. Bu da oldu. 7, 237 B variantı. B variantı. 237. Ay sağ olun. Bu da eləcək bizim üçün 237. Tamam. İndi burada 32 gigabaytdır. Mən 32-ni sizə rəqəmi üstü olaraq yazım. 32 yoldaşlar 2 üstü bizim üçün 5 deməkdir. Yadınızda saxlayın. İndi düşünün ki, burada 32-nin yerinə 2 üstü 5 gigabayt verib. İndi siz gigabaytdan keçin kilobayta. Nə edəcəksiniz? Yenə də böyükdən kiçiyə 2 üstü gəlirsinizsə 5 vuracaqsınız. vuraq. Ay sağ olun. 205 bölü 210 da 210. 210. Ay sağ Ben olun. vuraq 210. Ay sağ olun. O deyil. 225. Ay 225. sağ olun. 225. Buradan da B cavabınızı variantı. tapmış oldunuz. Bəli, B B variantı. variantı. Aferin. Görürsünüz ki, artıq tapa bilirsiniz. Bizə yoldaşlar, qaydalarıca bilsəz, böyükdən kiçiyə, kiçikdən böyüyə bu qaydanı bilsəz, həqiqətən də çətin deyil, asandır. Yəni ona qədər, ona kimi belə deyim, sizə o qədər də çətin gəlməyəcək. Necə saniyə?
Davam edək. Müəllimə, birdən bayta keçəndə ona görə Aha. 2 2-yə vurubdur. Yəni 2-nin kubu 8 deməkdir. Onun üçün Ay sağ ol. Bəli, 2-nin kubu 8 deməkdir. Yəni 8 2-nin kubuna bərabərdir deməkdir. Ona görə bəzən 8 yaza da bilirik, bəzən belə deyək də özünü də yaza bilirik qüvvət olaraq. bəli. Elə misal olur ki, biz orada 8 kimi istifadə edə bilirik. Elə misal olur, baxıram artıq qüvvətlə yazıldığına görə biz də məcburuq qüvvətlə hesablamağa. Ona görə 8 2 üstü 3 demək. İndi yoldaşlar, ardıcıllığınızı yenə də buradan yazacağım sağdan hər zaman. Bitdi, baytı, 27 D variantı kilo, müəllimə. mega, Tap. giga, tetra. Bax yazdım ardıcıllığınızda. İndi gəlin 27-ci sualı tapmağa çalışaq. Kilodan bayta keçəcəksiniz, nə edəcəksiniz? Aslında 5-i 120 vuracaqsınız, eləyir. bəli, Variantı. 1024-də. Ay sağ olun, çıxacaqsınız. Buradan Çıxacaq 120. 5120-dən çıxacaq 120 eləyəcək 5000. Ay sağ olun. Bu da 5000. eləyəcək bizim üçün 5000 nə bayt. Bəli. Doğru cavab bizim Bəli. üçün D variantı. Bəli, düzgün tapmısınız D variantı. İndi 28-ci sual yoldaşlar sizə biraz çətin gələ bilər. İndi mən bunu sizə yazmağa çalışım, öyrədim, sonra başa düşəcəksiniz. Bax nə deyir bizə? Deyir kilobaytın 4də 1 hissəsi. Biz orta məktəbdə ədədin hissəsini öyrənmişik. Ədədin hissəsini tapmaq üçün həmin ədədi hissə göstərməlidir. Nə etmək lazımdır? Sürətinə vurub məxrəcini bölmək lazımdır. 4də 1 necə yazılır? 4də 1 hər zaman yadınızda saxlayın, kəsr şəklində bu cür yazılır. Hara çevirəcəyik? Bax, bitə qədər. Nədən? Bax, kilobaytdan bitə qədər. Biz əvvəlcə nə etməliyik? Kilobaytdan bitə qədər bu hissəni tapmamız gərəkir. İndi görüm kim tapa biləcək. 10 üstü. Yox, 2 üstü 10, bir də 3 olur da orada. Elə müəllimə. Ay, sağ olun. 812. İndi deməli, baxın, indi mən sizə mavi qələmlə göstərim gedişinizi. Hardan hara gedəcəksiniz, yoldaşlar? Kilobaytdan bayta gələcəksiniz, baytdan da bitə gələcəksiniz. Burada bizim üçün 2 üstü 10 var, burada da bizim üçün 2 üstü 3 var. Onda nə eləyir, yoldaşlar? Baxın, 2 üstü 10 vuraq, 2 üstü 3, əvvəlcə bir bitə gəlin. Bu da elədim, 2 üstü 13-ü tapdınız. İndi sizdən nəyini istəyir? 4də 1 hissəsini. 4də 1 hissə deyəndə bunu 4də 1-ə vuracaqsınız. Yoldaşlar, indi burada 2-nin qüvvəti ilə yazsam, 4 nəyə bərabərdir? 2 üstü 2 deməkdir, düzdürmü? 2 üstü 2, bax burada da sürətdə 1 var. 13-dən də 2 üstü 2-nin çıxanda neçə qalacaq bizim üçün? Ay soğan, 2 üstü 11 qalır. Bununla da cavabı tapmış olduq. 2 üstü 11 də 2048 deməkdir. Doğru cavab Y variantı. Deməli, nə edəcəksiniz burada? Əvvəlcə çevrilməni çevirəcəksiniz, sonra da hissəni tapacaqsınız. Yəni, nə soruşursa ona vuracaqsınız. İndi siz bax, burada megabaytdır, burada baytdır. Megadan əvvəlcə bir bayta gəlin, o hissəni tapın. Tapandan sonra nə tapsanız, həmən tapdığınızın 2də 1 hissəsi. Bax, 2də 1 hissə yazdım. Əvvəlcə bir megabaytdan bayta görüm gələ biləcəksinizmi? İşte. Allah. Allah. İndi yoldaşlar, megabaytdan bayta gəlmək üçün Bebek 210. ay sağ ol. Megabaytdan bayta gəlirik. 219 edir. 2 üstü burada 2 dənə 2 üstü 10'umuz olacaq. Onda nə eləyəcək? Yoldaşlar 2 üstü 10 vuraq. 2 üstü 2 üstü 10 burada yəni 2 üstü 10, bura 2 üstü 10. Onda aldıq ki 2 üstü 20'nin biz nə eləyəcək yoldaşlar? 2'də 1'ini tapacaq. 2'nin də üstə burada gizlin 1 olduğu üçün 20'dən də bu 1'ni çıxanda qalacaq 2 üstü 19. Bəli, düzgün tapmısınız. C variant. Gördünüz asandır. Deməyə çalışırıq. İndi bura qədər hansısa yəqin ki bir problemimiz yoxdur.
İndi gəlin 30-cu suala baxaq yoldaşlar. İndi baxın, giqadan əvvəlcə nə edəcəksiniz? Meqaya çevirəcəksiniz. Giqadan meqanı çevirməni tapın da sonra 64-də 1-ni tapacaqsınız. Giqadan da meqaya nə qədərdir? Bir gedişdir də yoldaşlar. Elə 2 üstü 10-dur. 2 Ay sağ olun. Onda 2 üstü 10 vuraq 64-də 1. Yoldaşlar 2 üstü 10 olduğu kimi qalacaq. 64 nəyə İkisinin kvadratı bərabərdir? deyək da Ay 4 sağ üstü olun. 4. 2 üstü neçə eləyəcək? 6. 2 üstü 5 6 bəli. 32-dir. 2 üstü 6 64-dür. Yadınızda saxlayın. 2 üstü Onda 4. bəli. Ondan da 2 üstü 6-nı çıxanda qalacaq sizin üçün 2 üstü 4. 2 üstü 4 nəyə bərabər? 32. 16-ya. 32. Yox. 32 yox, 16. Oo, 16. Hə. Yadınızda saxlayın. Həmişə 2 üstü 4 16-dır. 2 üstü 5 32-dir. Bunu da tapdıq. Bəli, bəli. İndi yoldaşlar 31-ə də baxaq. Tetrabayt, gigabayt. 2 üstü 10 vurulsun. İndi tetradan da gigaya getmək üçün bəli, burada 2 üstü 10-umuz var. Onda yazacaqsınız ki, 2 üstü 10 vuraq. Nəyi soruşur? 128-də bir yoldaşlar. 128 nəyə Bəli. bərabər? 128 2 üstü 7 deməkdir. Onda gəlin yazaq. 2 üstü 10 vuraq. 2 üstü 7-yə. 2 üstü Bunlar 7. da çıxanda qalacaq nə yoldaşlar? 2 üstü 3 3. qalacaq bizim. 2 üstü 3 də Bərabər nədir? 8. Aferin, 8. gözəllərim. Bəli, doğru tapmısınız. Doğru cavab bizim üçün B variantı. Yəqin ki, hər biriniz başa düşmüş olduq. Yoldaşlar, indi ölçü vahidindən, bax bunları bilsəz, sizə vəzifə yetərlidir. İstər bu, belə deyim, magistr yolu gedin, istər dövlət qulluğu, istər pedaqoji heyət gedin, hər biriniz də eynidir. Kainat Tədris Mərkəzi, yəni kitabından ümumi olaraq informasiyanın ölçü vahidlərini evdə bir daha təkrar işləyərsiniz. İndi oradan hansısa sual, hamısını, ölçü vahidlərini mən hamısını sizinlə işləməyə çalışdım. Olan sualları budur. Yerində orada qaldı bizim üçün həcm məsələləri. Həcm məsələlərinə bunları işlədik. Burada bir dənə qaldı bizim üçün kilobit. İndi mən kilobiti də sizə səhifə açıb kilobiti də başa salacağam. Sonra buradan yoldaşlar bizim kodlaşdırma ilə bağlıdır, həcm məsələləri ilə bağlıdır. Onu gərək ayrıca dərs kimi keçəm, sonra testlərinə baxaq. İndi istəyərsinizsə də həcm məsələlərini keçərəm, istəməzsiniz də buna sonra gələn bizim kompüterin nəsilləri bölməsidir. Yeni dərsimiz. Ya o bölməni, ya bu bölməni. Hansını istəsəniz keçəcəm. Yəni fərqi yoxdur mənim üçün. Yəni hansı sizə uyğun olsa deyərsiniz. İndi yoldaşlar, gəlin yeni bir səhifə açım. Bu kilobit nədir? Məsələn, biz baytı, kilobaytı öyrəndik. Amma bu bitlərin də özləri arasında bir keçid var da yoldaşlar. Məsələn, belə deyim də, bit, kilobit, megabit. Gəlin görək bunlar arasındakı asıllıq necədir? Hər biriniz məni diqqətli dinləməyə çalışın. Nəyi başa düşməsəniz deyin. Bunu da başa düşsəz, yerində qalan kilobitlərlə də bağlı sualı rahatlıqla evdə hər biriniz yaza biləcəksiniz. Deməli, biz ölçü vahidləri arasında öyrəndik ki, bizim ən kiçik ölçü vahidimiz bit idi. Əsas ölçü vahidimiz də bayt idi. Yoldaşlar, bit dedik ki, elementar ölçü vahididir, yəni ən kiçik ölçü vahididir. Bitdən sonra yadınızda saxlayın, gəlir kilobit. Bax, adları bir-birinə yaxındır. Kilobitdən sonra gəlir megabit. Megadan sonra gəlir bizim üçün gigabit. Gigadan da sonra gəlir bizim üçün tetrabit. Yoldaşlar, necə bizim dedik ki, baytla bit arasındakı keçidlər necədirsə də yoldaşlar, burada da eyni, yəni baytdan kilobayta hansı keçid idisə də burada da eyni qaydadır. Hər birinin arasında 2 üstü 10 keçidi var. Baxın, oxla da sizin üçün yazıram. Nə var? 2 üstü 10 keçidi var. İndi biz necə dedik ki, kiçikdən böyük, böyükdən kiçiyə qayda öyrəndiksə, yoldaşlar, bu bitlərdə deyinidir. Deməli, biz hansı qaydanı öyrəndik? Ölçü vahidlərində kiçikdən böyüyə gediş zamanı neynədir? Kiçikdən böyüyə gediş zamanı dedik ki, bölmə qaydası. Deməli, bölmə qaydası. Amma böyükdən kiçiyə keçəndə yoldaşlar neynədik? Hansı qaydanı öyrəndik? Ay sağ olun. Vurma qaydası. Ay sağ olun. Bu oldu bizdə vurma qaydası. Baxın, bu böyük ölçü vahidlərində də belədir.
Bizim kiçik ölçü vahidləri arasındakı keçiddə də belədir. Hər birində də 1024-dür. İndi artıq bilirsiniz ki, bitdən kilobitə keçəndə nə edəcəksiniz? Əgər kiçikdən böyüyə keçid deyirsinizsə də böləcəksiniz. Kilobitdən Bəli, megabitə keçəndə nə edəcəksiniz? Bəli, hər birində böləcək. böləcəksiniz. Ay sağ olun. Eynidir yoldaşlar. Onda gəlin nümunə indi mən buradan yazacağım, siz də tapacaqsınız. Nümunə üzərindən öyrənək, sonra da digər bir keçidlər var, onları da öyrədəcəm. Yoldaşlar, əgər buradan yazsam ki, 2048 bit bərabərdir sual kilobit. Bunu tapacaqsınız. Sonra yazsam ki, yoldaşlar, 225 kilobit bərabərdir sual gigabit. Sonra yazsam ki 16 tetrabit bərabərdir sual kilobit. Bunları gəlin hər birini tapmağa çalışaq. 2/20 yoldaşlar kilobit sual gigabit. Hər birini tapaq. Bunları çevirə bilsəz deməli artıq dərsimizi başa düşmüsüz deməkdir. Tapmağa çalışaq. Müəllimə, birincidə 2048-də 211 bölək 210 olur. Yəni bu da bərabər olur. Səhv olur. O da bərabər olur 2-yə. Aha. Tapmağa çalışdısa yoldaşlar. Bəli. Davam edək. Deməli yoldaşlar, biz hardan hara keçəcəyik? Baxın. Biz bitdən kilobitə keçəcəyik. Nə edəcəksiniz? Kiçikdən böyüyə keçəcəksiniz. Hansı qaydadır? Bölmə qaydasıdır. Nəyə böləcəksiniz? 1024-ə və yaxud da 210-a. Onda 2048-i böləcəksiniz 1024-ə. O da 20. bərabərdir. Nə aldınız yoldaşlar? 2 kilobit. Ay sağ olun. Bəli. Gördünüz, tapa bildiniz. İndi burada nə edəcəksiniz? Kilobitdən hara gedirsiniz? Baxın giqaya. Neçə keçid gedəcəksiniz? 1 dənə, 2 dənə. Onda nəyə böləcəksiniz? 2 dənə 210-a. 210. Ay sağ Bəli. olun. 2/25 225 bölünsün bölünsün 210, o da 210 bölünsün. bölü Ay sağ 210. olun. 2/10, bu da qalacaq. 25-dən 20 çıxanda eləyir 205. Ay sağ olun. 205. 2/5 gigabit. Bu da tamam. Bəli, bəli. İndi burada nə edəcəksiniz? Baxın, indi bu dəfə tərsidir. Aşağıya doğru gedəcəksiniz Üstə və gələcək. Bəli. böyükdən kiçiyə gedəcəksiniz. Ay sağ olun. Hardan hara yoldaşlar? Baxın çəkəcəm. Əvvəlcə tetradan giqaya gələcəksiniz, giqadan megaya gələcəksiniz, megadan da kiloya. Neçə gediş elədiniz? 3 dənə. Neçə dənə bölməniz olacaq? 3 dənə 210-a. Başa düşdük burada. Üzrlü san Bəli, vuracaqsınız. müəllimə. Bölmə nə idi? Vuracaqsınız. Onda gəlin 2 üstü yazaq. 4, Bəli. 2 16 üstü 4 üstü vuraq. 4-ü vuracaqsınız. 2 üstü 2 10 üstü 10, vuracaqsınız. vuraq 2 üstü 10, vuraq 2 üstü 10. Ay sağ olun. O da 2 üstü- bərabərdir 2 üstü 34. Ay sağ olun. 2 üstü 34 kilobit. Bu da bizim cavabımız. İndi bunu da tapaq. Bu da eyni qaydadır. Burada amma bir gedişdi. Görürsüz? Yox, burada Bəli. 2 gedişdi. Evet. Kilodan megaya, megadan da gigaya. Hansı qaydadır? Əlbəttə ki, bölmə qaydasıdır. Onda 2 üstü 10-u böləcəksiniz 2 üstü 10-a, böləcəksiniz 2 üstü Böyləcə 10-a. 2 üstü 10-a. Ay sağ olun. Bu da O düşəcək da bərabər 2. 1, 2. 2 Hə. üstü 0 qalır. Bir. 2 üstü 0 da 1-ə bərabər. Həmişə yadınızda saxlayın. Bu da eləyəcək bizim üçün gigabit. Bax, buranı başa düşdükmü? Hamımız başa düşdüksə, indi fərqli bir sual yazacağım. Heç demirsiniz ki, ay müəllimə, bax, birdən əgər hər iki ölçünü dəyişmək olarsa, bax, buradan indi sizə bir qayda, ulduz qoyacağım yoldaşlar, buradan da yazacağım qayda. İndi bu dəfə görün biz nəyi çevirəcəyik? Buradan yazacağım ki, kilobayt, bax, diqqətli dinləməyə çalışın, kilobayt, sual, kilobit. Bax, biz bitləri öyrəndik, bitlər arası keçidi bildik. İndi birdən biri bayt olarsa, biri bit olarsa, onda nə edəcəyik? İndi burada bir işarə qoyacağım. Bax, bunu diqqətli dinləsəniz göz yaddaşınızdan. Görürsünüz ki, kilolar eynidir, düzdür? Hər ikisində kilo kilodur, düzdür yoldaşlar? Burada bir problem Bəli, yoxdur. müəllimə. Dəyişəcəyiniz baytdan bitə olacaq. Bir baytınızda neçə bit idi? 8. 2 üstü 3. 8000. Ay sağ ol. Onda deməli nəyə bərabər imiş?
2 üstü 3 kilo bitə Üç. bərabərmiş. Nə gözəl asanmış. Əgər eyni olarsa daha, baxın, əsaslar, birinci ölçü vahidləri eyni olarsa da, ikincilər fərqli olarsa da, ikincini çevirəcəksiniz. Onda necə başa düşün? Bax, burada sizə bir işarə qoyacağım. Birincini birinciyə çevirmək, ikincini də ikinciyə çevirmək. Bax, bunu da yadınızda saxlayın. İndi gəlin, hər ikisi birdən fərqli olarsa da, yoldaşlar, məsələn, birinci də fərqli olarsa, ikinci də fərqli olarsa, onda nə edəcəyik? Əvvəlcə qoy buna aid bir nümunə yazım, əsasların eyni olmağını. Bunu görün, başa düşdünüz. Bunu tapın, sonra fərqlini yazacağım. Bax, yoldaşlar, sizin üçün buradan bir şey yazacağım. 2 üstü 3 kilobit olarsa, indi gəlin bunu mənə tapın. Sual kilobaytla. Görün, başa düşdünüzmü? Bax, əsaslar eynidir ha. Birincilər eynidir. Dəyişəcəyiniz, hesablayacağınız ikincidir. Müəllimə, 1 baytımız 8 bit oldu. Əsaslar eyni Bayta qalacaq. çevirmək üçün Birincilər eyni 8-ə bölmək qalacaq. lazım. Bəli. 2 üstü Bəli, 3-ünüz 2 varsa üstü da, 3-ü bəli. bölmək lazım. Burada da nəyi 2 çevirəcəksiniz? Bitdən bayta keçid eləyəcəksiniz. Burada da bölmə qaydası Bölək olduğuna görə. Afərin gözəlim. O da bərabərdir. Düşəcək 1 kilo, 1 bəli, kilo bayt. bayt. Deməli, biz görürsüz, digərlərinin arasında da keçidi öyrənməyi bacardıq. İndi biraz da mürəkkəbləşdirəcəm sizin üçün yollar. Bunu da bacarsanız bu bölmədən 100-ün 90%, 99% bilmədiyiniz heç bir şey yox. İndi yenə də bunu yenə də bir qayda olaraq qəbul eləyək. Çünki bunlar ən əsas hissələrimizdir. Yoldaşlar, hər ikisi fərqli olarsa da, baxın, indi yazsam ki, buradan kilobayt, məsələn, tutaq ki, çevirdim megabit. İndi rəngi dəyişəcəm. Bax, baxırsınızmı yoldaşlar? Biri kilodur, biri megadır, birincilər. Mən nə öyrətmişdim? Birincini birinciyə çevirəcəksiniz həmişə, ikincini də ikinciyə, fərqli olduğu halda ha. Onda biz kilonu megaya çevirəcəksiniz. Ay, sağ olun. Bax, deməli, kilonu megaya çevirəcəksiniz. Baytı da, baxın, oxuma fikir verin. Baytı da bitə çevirəcəksiniz. 2 üstü 10. Ay, sağ olun. Kilonu megaya çevirəndə biz ölçüdə kiçikdən böyüyə gedəndə dedik ki, 2 üstü 10-a bölürük. Amma baytdan bitə keçəndə 2 üstü 3-ü vururuq. Bax, bunu da bildiksə, ay, sağ olun. İndi gəlin sualı yazacağım. Deyir ki, 8 megabitimiz var. Bərabərdir. Sual tapın. Kilobayt. Üstü 3 8 İndi gəlin baxaq. Əvvəlcə nə edəcəksiniz yoldaşlar? Baxın. Birincini birinciyə çevirəcəksiniz. İkincini də ikinciyə çevirəcəksiniz. 8-iniz olduğu kimi qalacaq. Meqanı kiloya çevirəndə nə edirsiniz? 2 üstü 10. Ay, sağ olun. 2 üstü 10. Biti bayta Sonra çevirəndə. 2 üstü 3. Ay, sağ olun. Bunu da, yox, burada vurmaydı yoldaşlar. Bunu niyə bölmə qoydum? Bircə saniyə. Rəqəm işarə səhv düşdü. Hə. Çünki meqadan kiloya gələndə, yoldaşlar, biz böyükdən kiçik gələndə vurmalıydıq. Böləcəyik də bunu nəyə? Bitdən də bayta gələndə 2 üstü 3-ə. Deməli, burada 2 üstü 10-a vurma var. Bax, bu cür öyrənsəniz, yaddaşınızda daha yaxşı qalacaq. Ay, sağ olun. 2 üstü 3-ə də bölməmiz var. İndi gəlin hesablayaq. 8-in özü də 2 üstü 3 deməkdir. Bu da 2 üstü 10. Bu da bölünsün. Ay, sağ olun. 2 üstü 3. Bunlar təkrar gedəcək. 2 üstü 10. 2 üstü 10 nə O da aldı? 1020. Ay, sağ olun. 2 üstü 10 kilobayt aldı. Görürsünüz nə asandı, maraqlıdır. Bəli. İndi bir dənəsini də yazın. Siz tapın. Məsələn, nə yazım? Yazın yoldaşlar. 2 üstü 30 kilobit bərabərdir. Sual megabayt. İndi hər biriniz bunu tapın. Bu dəfə 2 üstü 3-ü bura.
İndi gəlin hesablayaq yoldaşlar. Baxaq görək kim necə tapmış oldu. 200 Deməli, nə öyrəndiniz? Həmişə birincini birincinə çevirəcəksiniz. Kilodan meqaya gələndə nə elədik yoldaşlar? Kilodan meqaya gələndə nə oldu? Bölmə oldu. Ay, sonra bölmədir. Yox, kiçikdən böyüyə gedirik. Burada bölmədir. Ay, sonra bitdən bayta gələndə nə elədiniz? Burada da bölmədir. Burada da böləcəksiniz 2 üstü 3. Ay, sonra bunları da yazan kimi tez keçin cavabınıza. 2 üstü 30-u 2 üstü böləcəksiniz. 30 belə 2 Böləcəksiniz 2 üstü 3-ə, böləcəksiniz 2 üstü 10-a. Ay, sonra. Bunları da böləndə nə qalır? 13 çıxacaqsınız 2 üstü 30-dan. 13 də çıxanda qalır 2 üstü 17 megabayt. Başa düşdük yoldaşlar. Baxın, bu da bizim yoldaşlar bitlər arası keçidlərdir. Yəni hər iki ölçü bitlər arası keçidi artıq bildiniz. Ondan sonra iki fərqli ölçü vahidləri də olardısa da, məsələn kilobayt, kilobit qarışıq ölçü vahidlərində də bu qaydadır. Bu iki qaydaları da bildikdən sonra ümumi olaraq bu bölmədə ölçü vahidləri ilə bağlı həll edə bilməyəcəyiniz sual yoxdur. Çünki hər birinin mən qaydalarını sizə başa saldım. İndi nəyə başa düşməsəz, yenə də qrupada yazın. Yenə dediyim kimi kainatdan qalan bu çevrilmənin hamısını bitirin ha, ölçü vahidlərini bitirin. Çünki dərs kimi düşünün. Düşünün ki, ardıcıl bir dərsə qoşulmusunuz. Bu gün müəllim sizə ev tapşırığı bunu verib. Ödənişsiz olsa belə disiplini düşünün. Onu bitirdikdən sonra keçəcəm sizə ikinci dərsinizi. İkinci dərsdə bundan sonraki dərsi qərar verəcəm. Hansı bölməni keçəcək? İnşallah gələn dərs görüşmək ümidi ilə. Mənə hansısa İnşallah sualınız, sözünüz, Sağ olun. Allah razı olsun. Keçdinizdə. O dərsi əvəzdən dediniz ki, saat 15:00-da dərs keçəcəm də. Nə olar? Bir dəfə bir şey olsa, yəni əvəzdən deyin. Xahiş edirəm. Tamam. Düzdür, nizamlı bir gün təyin etməmişəm, amma bircə saatı bəllidir. Həmişə çalışıb belə deyim də 15:00-da keçirəm. İndi inşallah gününü də bərabər təyin edək. Biri bazar günüdür. Bazar günü biraz müsait oluram. Biri bazar günü 15:00-dadır. Digərini də təyin edərik. Həftənin məsələn hansı gününü desə sizə uyğun olan günlərini. Biri cədvəl olaraq gəlin təyin edək. Deməli dərs günümüz 15:00-da yoldaşlar, 15:00-da biri bazar günüdür. Biri bazar günüdür. İndi digər 15:00-da hamınıza uyğun olan bir günü desəz, məsələn, istəyərsinizsə də 3-cü günü təyin edə bilərik. Məsələn, ola bilər. Bəli, olar. Olar. İndi bugün neçənci gündür? Bugün bizim üçün ikinci gündür. Gəlin onu da ikinci gün edək. Çünki bugün keçdimsə, bir də bazar günü keçərəm. Olar. İndi bazar gününə kimi bu aralarda hansı gün uyğun olsam, ara məsafə çox qalır da. İstəmərəm. Məsələn, gəlin belə də edə bilərik. İkinci gün, bir də 4-cü günə də sala bilərik. Həftədə 3 dəfə də ola bilər. Gəlin bir dəfə də 4-cü günə salaq. Ay, sağ ol. Onda belə deyim. Həftənin ikinci günü, 4-cü günü, bazar günü, həftədə 3 dəfə saat 3:00-da informatikadan görüşə bilərik. Məsələn, istəsəniz birini hansısa saatda əlavə vaxtım da olarsa, məntiqdən də əlavə zaman ayıraram, davamı məntiqdə keçə bilərəm. Problem deyil yoldaşlar. Tək ki siz öyrənməlisiniz. Amma üst köşə Necə? Çox sağ olun müəllimə. Minnətdaram. Allah razı Hoşdur. olsun. Sizlər də sağ olun. Buyurun. Oldu. Sağ olun. Sağlıqla qalın.